Salam əzizləyicilər. Biz bugün Azərbaycan dili 2025 birinci hissə fonetika birinci suala baxırıq. Deyir, hansı sözdə G hərfi K səsini ifadə edir? Məqsəddə S, yəni kar olduğuna görə 1 doğrudur. Ona görə D və C variantları ola bilməz. İkincisində deyir qəbul. Qəbulda elə G özü kimdə qalır. Ona görə 2 olan variantlar çıxırıq. Elə bir variant yoxdur. 3 isə qəzet. Bu da olmaz. G olduğu kimi də qalır. 3 də yoxdur variantlarda. 4-də nöqtə. Orada T kar olduğuna görə G K-ya çevrilir. Ona görə burada 4-ü götürürük. A variantı olmaz. Deyir maraq. Maraq olur. Maraq. Ona görə 5 də ola bilməz. 2 ola bilməz. 3 ola bilməz. 4 olar. Ona görə 5 ola bilməz. Yenə variantlar qalır. Altda baxırıq diqqət. 2 dənə G gəldiyinə görə biri K kimi səslənir. Ona görə 6 da ola bilər. Cavab Y variantı. B variantında da maqnit olduğu kimi qalır, miqyas olduğu kimi qalır. Ona görə B də ola bilməz. Cavab Y variantı.